Rusya devleti Azərbaycanın ve diğer Türk devletlerinin başarısını ve inkişafını kıskanıyor olabilir mi? Hə, 100%. Onsuz da elədir. Sen bu barədə ne düşünüyorsun? Heç nə demirəm. Çünki desəm böyük şeylərə var, ona görə sıram. Son zamanlarda Rusya'dan filozoflar ve siyasetçiler Türk devletlerinin müstakilliği barədə sert açıklamalarda ve eleştirilerde bulunuyor. Hatta bu Sovyetlerden sonra yaratılan devletlerin müstakil olmaması gerektiğini söyleyen Alexander Dugin de var. Bu barədə ne düşünüyorsunuz? Əslində Rusiya dövləti Vatikanla Londranın projesidir. O torpaqlar Türk torpaqlarıdır və bu Vatikanla Londranın Türkləri zəiflətmək bir siyasəti. Deməli, bugünkü o Rus milləti süni yaranmış bir toplumdur. Yəni ki, bu təfəkkür xəstə təfəkkürdür. İnkar etməsi gerçək tarixi. Ona göre de onun o dayaz düşünceleri, onun sebebi budur. Peki efendim, son zamanlarda Türk devletlerinin inkişafı, biliyorsunuz hem Azerbaycan devleti hem Özbekistan, Kazakistan, Kırgızistan, bunların enerji ve ticaret sahalarında da çok önemli inkişafları oldu, başarıları da var. Rusya bunları sizce kıskanıyor olabilir mi? Ki elbette ki bu Rusya arkasında duran elə Vatikan kıskanır. Bu bir ve başka bir merkezler. Ama Londra bunda maraqlıdır. Turanı yaratmağında. Onlar deməli Türk toplumunun cavan olduğu üçün zəngin təbii sərvətləri olmaqla onlar bu turançılığı yenidən şeyləyib Turan dövləti yaratmaq. Dugin ümumiyyətlə siyasi bir dünyadan uzaq adam. O qısqanma, əsəb, gərginlikini bu cürənə ifadə edir. Təsəvvür edin. Onlar istəmirlər köklərlə biz qonşu olarıq, sevək, bir-birimizlə münasibət olsun. Onlar sevmirlər. Sadəcə bu sözlə zərbə endirirlər. İkinci Erdoğan cənablarının Şuşada gəlməyi, orada olmağı bu daha da qıcıq verdi. İlham Əliyevin siyasəti nəticəsində. Biz Rusiyanla da qonşuyuq. Biz demirik. Amma yaddan çıxartmaq lazım deyil. Onlar Türk dünyasından da xoşları gəlmir Rusiyanın. Azərbaycandan da. Yəni hakimiyyət dairələrində mən bunu da demək istəyirəm. Vaxt olub ki, Xocalı faciələri 90-cı illarda, yəni ümumiyyətlə bütün Türk dünyası buna pis baxıb ki, necə olar bu insanları qırırlar. Hətta Kazya'da baş verən hadisələrə də Erdoğan cənabları fikir bildirir, olmaz. Amma Dugin isə kana taraftardır. Bunu sağlam düşüncəli insan deməz. Bu qətiyyən düzgün deyil, çünki bilirsiniz ki, bu dostluq münasibətləri ümumiyyətlə çox pis təsir həqiqətən də. Bu cür çıxışlar qəbul edilməzdir heç bir zaman, çünki bu dövlətin təbii ki, suverenliyinə qəsd etməkdir, suverenliyinə toxunulmaqdır. Bu ümumiyyətlə heç bir qaydada qəbul edilməzdir. Buna qarşı hesab edirəm ki, Rusiya dövləti buna qarşı sərt tədbirlər görülməlidir. Həmin insan öz cəzasını hətta almalıdır, çünki dövlətlərə qarşı bu cür çıxışlar, bu cür açıqlamalar heç bir halda qəbul edilməzdir. Qanun çərçivəsində təbii ki, bu öz həllini tapacaq, çox ümid edirəm. Mən düşünürəm ki, Alexander Duginin təxribat çıxışlar Azərbaycan və Rusiya arasında münasibətlərə çox mənfi təsir göstərirlər. Rus filozofları ve siyasetçileri son zamanlarda hem Türk devletleri hem de Azerbaycan'ın müstakilliği barədə sert açıklamalarda bulunuyorlar. Sizce neden olabilir? Məncə sadəcə özlərini yaxşıdırmırlar, xoşlarına gəlmir ki, Türk dövlətləri Azərbaycan olsun, Türkiyə olsun və yaxud digər Qazaxıstan kimi dövlətlər olsun. Onların müstəqilliyini onlara xoş gəlmir, bir paxıllıq çəkirlər. Çünki post-sovet dövlətlər Sovet vaxtında onların müstəqilliyi içində olub və təsir altında olub və rahat şəkildə nə fikirlərini azad ifadə edə biliblər, nə də ki, öz dillərində rahat danışa biliblər. Və indi azadlığa demək olar çıxmışıq və onlara məncə xoş gəlmir bu, çünki artıq asılı vəziyyətdə idi. Onların neftindən, qazından istifadə edirdilər Rus dövlətləri və artıq bizim müstəqilliyimiz onlara o qədər xoş gəlmir. Evet. Yəni məncə sadəcə paxıllıqdan ibarət bir şeydir. Mən düşünürəm ki, ümumiyyətlə Rus siyasətçilər olsun, filozoflar olsun, ümumiyyətlə yazıçıları olsun, ümumiyyətlə Türklərə qarşı həm Osmanlılar olsun, həm Səfəvilər olsun, ümumiyyətlə bir düşmançılıq bəsləyirlər ki, bu həm geosiyasi olaraq, həm də ki, tarixin gətirdiyi, məsələn, 1711-ci ildə Prut döyüşündən və bundan sonraki münasibətlərdən 1815-20-ci illərdə Viyana konferansının yaradılması və bunun nəticəsində Osmanlının torpaqların bölüşülməsi uğrunda bir neçə dövlət birləşmişdi. İngiltərə, Fransa və Rusiya və s. bu dövlətlərin birləşməsi olsun. Ümumiyyətlə, ən böyük istəyi odur ki, Osmanlı torpaqlarını ələ keçirsinlər. Hal-hazırda bu siyasətdən davam etdirirlər ki, Ukraynanı işğal etməklə və bunun nəticəsində daha sonradan Balkan dövlətlərini öz əsarəti altına salmaqla, öz təsiri altına salmaqla bunu çata bilərlər. Qorxur da. Neden? Özündən, öz siyasətindən qorxur. Evet. Əslində öz siyasətindən qorxmalıdır. Türklərdən onlara heç bir ziyan olası deyil.
xeyirdən başqa. Evet. Hə. Ona görə də onlar yəni öz siyasətlərini dəyişsinlər. Artık onlar bu tarz... Onlar bizdən dostluq eləsinlər gərək. Hı hı. Həm də Türklə Rusun ortaq soyları var. Evet. Onlar bir kökdən gəlirlər. Hı hı. Ona görə də onlar dostluq eləməlidirlər. O Rusiyanın hansısa bir iş adamı ya kimsə o deyib, o onun fikridir. Evet. Yəni Alexander Dugin. öz fikrini bildirib, səhv fikir bildirib. Hı hı. O dəqiqə.